Salam dəyərli izləyicilər, yenidən qarşınızdayıq növbəti dərs izahları ilə. Bu gün də sizinlə telefon texnologiyasının inkişafı 20-ci əsr mövzusunda mətnimiz var. Mətnə keçməzdən öncə ilk olaraq suallarımız var, tapşırığına baxaq. Telefon dəstəyini qaldırarkən ilk sözünüz nə olur? Sizcə alo sözünün mənası nədir? Nə üçün məhz alo? Deməli, bəli, dəstəyi qaldırarkən ilk dəfə alo deyirik və bu sözün mənasını mətnimizdə öyrənmiş olacaq və fikriniz varsa qeyd edə bilərsiniz. Sağdakı şəkildə patent alarkən öz telefon aparatını nümayiş etdirən Alexander Bell təsvir olunub. Onun qurusu müasir telefon aparatlarından nə ilə fərqlənir? Şəkli biraz da yaxınlaşdırıram. Bəli, baxırıq ki, burada telefon aparatı çox böyükdür. Gördüyünüz kimi aparat özü, mikrofon hissəsi ayrıdır. Görürsünüz, mikrofon hissə ayrıdır. Naqillərlə, deməli, telefonun dəstəyi aparata naqillər vasitəsilə bərk edilmişdir. Gördüyünüz kimi. Belə, keçək mətnimizə. Telefon texnologiyasının inkişafı 20-ci əsr, alo necə yarandı? İlk vaxtlar telefonla əlaqə yaradan adamlar xəttin o başında eşidilmək üçün bərkdən danışmalı idilər. Buna görə də onlar aydın eşidilə bilən sözlərdən istifadə etməyə çalışırdılar. Alexander Bell özü telefon çağırışı kimi ahoy sözündən istifadə edirdi. Onun fikrincə, gəmilər qarşılaşarkən dənizçilərin bir-birini salamlamaq üçün qışqırdıqları ahoy sözü diqqəti daha dərhal cəlb edir, asan eşidilirdi. Telefon qurğusunun inkişafında xüsusi xidmətləri olmuş başqa bir Amerikalı ixtiraçı Thomas Edison isə Holloa sözünü daha uyğun hesab edirdi. Amma Edison telefonla danışarkən bu sözü fərqli tələffüz edirdi. Hello. 1877-ci ildə isə telefon şirkətlərindən birinə ünvanlandığı məktubda telefonla danışdıqları söhbətə hello sözü ilə başlamasını təklif etdi. Təklif şirkət rəhbərinin xoşuna gəldi. Telefon rabitəsi kimi hello. Sonradan isə bəzi ölkələrdə allo forması alıb. Deməli, telefon rabitəsi kimi hello sözü sürətlə yayılmağa başladı və tədricən yalnız telefonda yox, küçədə görüşəndə də bir-birinə hello deyə salamlamaq adəti yarandı. İlk telefon rabitəsi sistemi 19-cu əsrin sonlarında əksər ölkələrdə telefon rabitəsi yayılmışdı. İlk rabitə sistemi çox sadə idi. Telefon xətti iki obyekt arasında çəkilirdi və yalnız həmin obyektlər arasında danışıq aparmaq mümkün idi. Sonradan telefon mərkəzləri meydana çıxdı. Bu mərkəzlərdə operatorlar bir xətti digərinə qoşur və abunəçilər arasında rabitə qururdu. Operatorlara zəng vurmaq üçün telefonun yan tərəfindəki dəstəyi çevirmək lazım idi. Bu yolla mərkəzə siqnal göndərilirdi və operator zəngin hansı nömrəyə yönəlməsini soruşurdu. Beləliklə, bu telefon qovşaqları bir abunəçinin və bir çox abunəçilərlə əlaqə yaratmasına imkan verdi. Operator burada qızların şəkillərini görürük və gələn zəngləri qəbul edir və lazım olan deməli qarşı tərəfin zənginə belə deyək bağlayırdı. Belə bir bağlantı yaradırdı. Azərbaycanda ilk telefon xətti 1881-ci il noyabrın 23-də çəkildi. 6 kilometr uzunluğunda olan bu xətt Nobel qardaşlarının neft istehsalı cəmiyyətinin baş idarəsi ilə şirkətin sədrinin və baş mühəndisinin evlərini birləşdirirdi. Daha sonra neft milyonçuları da öz şirkətləri ilə evləri arasında telefon rabitəsi qurdular. 1884-cü ildə isə ilk mərkəzi telefon stansiyası yaradıldı. 20-ci əsrin digər rabitə qurğuları. 20-ci əsrin ortalarında rabitə texnologiyaları daha da inkişaf etdi. Telefonla yanaşı teletayp, telefaks, pager kimi vasitələrdən də informasiya ötürmək üçün istifadə olunurdu. İlk teletayp cihazları 19-cu əsrin sonlarında icad edilmiş və 20-ci əsrin ortalarına qədər geniş şəkildə işlənmişdi.
Bu maşınlar klaviatura vasitəsilə yazılmış hərfləri və simvolları elektrik siqnallarının köməyi ilə ötürərək qəbul edici teletayp maşınında çap etdirirdi. Cihazlar əsasən xəbər agentlikləri, dövlət orqanları və böyük şirkətlər tərəfindən istifadə olunurdu. Teletayp bir çox istifadəçi arasında eyni anda məlumat mübadiləsinə imkan verirdi. Bu da onu teleqrafdan daha effektiv və sürətli edirdi. Telefaks sənədlərin uzaq məsafələrə ötürülməsi üçün istifadə olunurdu. Telefaks vasitəsilə sənədlərin şəkli çəkilir, telefon xətti ilə ötürülür. Şəkil digər telefaks maşını tərəfindən qəbul edilərək çap olunurdu. Telefakslar biznesdə, hüquq və tibb sahələrində daha geniş istifadə edilirdi. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində elektron poçtunun inkişafı ilə telefaksların istifadəsi azalmışdı. Pagerlər, İngiliscə pager. Pagerlər 1990-cı illərdə geniş yayılmışdı. Onlar əsasən qısa mətn mesajları və ya siqnalları qəbul edirdi. Pagerlərin yaranma tarixi 1921-ci ilə gedib çıxır. Bu cihazlar ilk dəfə ABŞ-də polislər üçün icad edilmişdi. Pagerlər həkimlər və təcili xidmətlər üçün də çox faydalı idi, çünki bu cihazlar vasitəsilə onlara təcili bildirişlər göndərilirdi. 1990-cı illərin sonlarına doğru mobil telefonların sürətli inkişafı və yayılması pagerlərin istifadəsini azaltdı. Bununla belə pagerlər hələ də bəzi sahələrdə istifadə olunur. Çünki onlar mobil şəbəkələrin işləmədiyi yerlərdə və ya fövqəladə vəziyyətlərdə daha etibarlı ola bilir. Beləliklə, telefon texnologiyasının inkişafı insanların həyat tərzini dəyişmiş və əlaqəni asanlaşdırmışdı. Belə, mətn haqqında məlumatımızı oxuduq. Söz mücrüsündəki sözlərimiz var. Abunəçi, operator, effektiv, mesaj. Deməli, abunəçi rus dilində olacaqdı abonent, operator, effektiv, effektivni və mesaj isə сообщение kimi qeyd olunacaqdır. Sözlərimizin tərcüməsini qeyd etdim. Siz də istifadə edə bilərsiniz. Keçək 98-ci səhifəmizə. 98-ci səhifədəki tapşırıqlara diqqət yetirin. Deməli, telefon aparatlarının detallarına diqqətlə baxın. Mətndəki məlumatlardan da istifadə etməklə bu aparatların inkişafı haqqında danışın. Gəlin danışaq. Deməli, aparatların inkişafı ilə quruluşuna baxırıq. Yəni ki, inkişaf edərək daha da təkmilləşmişdi. Birinci aparatın, baxırıq, mikrofon hissəsi uzun və böyükdür. Mikrofon hissəsi. Dəstəyi indiki aparatlardan çox fərqlidir. Aparatın yan tərəfində nömrə yığmaq üçün xüsusi dəstək. Bax, buradakı dəstəyimiz var. Onu fırladaraq nömrə yığılırdı. Deməli, nömrə yığanda fırladırdı. İkinci aparata baxaq. İkinci aparat birincidən mikrofonun quruluşuna görə fərqlənir. Artıq ayrı-ayrılıqda dəstəyi və mikrofonu ayrı deyil. Artıq bir dəstək üzərində yerləşdirilmişdir. Və quruluşu ilə təbii ki, bir-birindən ümumiyyətlə fərqlənir aparatlar. Üçüncü aparata diqqət edin, üstündə nömrə yığmaq üçün rəqəmli dairəvi qurğu var. Burada fərqləndi, bayaq burada dəstəklə idarə olunurdu. Burada isə artıq bir rəqəmli qurğunu görürük. Dördüncü aparat daha təkmilləşmiş formadadır və sonuncu aparat isə artıq fırlanan deməli qurğu deyil, artıq düyməlidir və əvvəlkilərindən çox fərqlidir. C tapşırığına baxırıq. Funksiyaların hansı rabitə vasitəsinə aid olduğunu müəyyənləşdirin. Gəlin müəyyən edək. Deməli, teletayp, telefaks, pager. Birinci, mətnlər klaviaturada yığılaraq elektrik siqnalları vasitəsilə ötürülür. Bu, təbii ki, olacaqdır telefaks, teletayp daha doğrusu vasitəsilə mümkündür. Bir dəqiqə. Anı götürürük. Daha çox polislər və həkimlər üçün nəzərdə tutulurdu. Bu, təbii ki, pager idi. Mətnimizdə də gördük. Sonra, sənəd və şəkillərin surətlərini telefon xətti ilə ötürürdü. Bu isə
telefaksdır. Üçüncü də B variantını götürürük. 4-də qısa mətn şəklində mesaj ötürmək üçün nəzərdə tutulubdur. Bu da pager idi. Qısa mətn şəklində verilirdi. Daha çox xəbər agentlikləri tərəfindən istifadə olunurdu. Bu, deməli, teletype idi. Sonra əlaqə bir tərəfli də yalnız xəbər qəbul edə bilir. Bu pagerə aiddir. Burada isə C variantını ona görə qeyd edirik. Belə, C tapşırığını bitirdik. D tapşırığına baxırıq. Deməli, D tapşırığı müasir dövrdə hansı rabitə vasitələrindən daha geniş istifadə olunur? Onların əvvəlki vasitələrlə müqayisədə üstünlüyü nədir? Təbii ki, indi mobil telefon, internet, deməli, telefon, poçtu hamı istifadə olunur. Biz indi hazır müasir dövrümüzdə və onlar məlumatı daha sürətlə ötürməkdə bizə fərqlənirlər və daha çox sərfəlidir. E tapşırığında telefon texnologiyasının inkişafı mətnin xülasəsini yazın. İlk öncə gəlin sözlərin xülasə nədir? Onu bilək. Xülasə mətnin məzmununun qısa və yığcam şəkildə ifadəsidir. Baxaq. Deməli, E tapşırığında telefon texnologiyasının inkişaf mətnin xülasəsini yazın. Təlimata baxırıq. Nə təlimatda bizə nə verilibdir? Birinci mətni yazmaqda müəllifin məqsədini müəyyənləşdirin, mətnin strukturunu təsvir edin və hər bir yarımbaşlığın məzmununu qısa ifadə edin. Mətndəki əsas məqamları öz sözlərinizlə ifadə edin. Xülasə yazısının əsas xüsusiyyətlərini nəzərə alın. Yəni, xülasə necə yazılmalı? Mümkün qədər qısa olur. Mətnin mahiyyətini əks etdirir. Rəydən fərqli olaraq mətndəki fikirlərə münasibət ifadə etmir. Yəni, xülasə, indi mətnimizə istinad edək, telefonun inkişafı mətninə, telefon texnologiyasının inkişafı mətninə istinad edərək qeyd edə bilərik ki, mətndə telefon texnologiyasının inkişafından bəhs olunur, qısa qeyd edilir ki, telefon söhbətləri üçün seçilmiş alo ifadəsi Thomas Edison'un hello sözündən yaranmışdı. Telefon rabitəsi 19-cu əsrin sonlarında əmələ gəlmişdi. Yalnız iki obyekt arasında əlaqəni təmin edirdi. Daha sonra telefon mərkəzləri fəaliyyətə başlayır. Operatorlar vasitəsilə hər bir abunəçinin digər abunəçilərlə əlaqəsi mümkün olurdu. Azərbaycanda da ilk telefon xətti 1881-ci ildə çəkildi. 84-cü ildə isə artıq ilk mərkəzi telefon stansiyası quruldu. 20-ci əsrin ortalarında teletype, telefaks cihazları, pagerlər məlumat mübadiləsini daha da sürətləndirdi. Amma daha sonra elektron poçt, mobil telefonlar yarandı və həmin cihazların əhəmiyyətini azaltdı. Yəni, əvvəlkilərin əhəmiyyətini azaldır. Bu da texnologiyaların inkişafı insanlar arasında əlaqəni daha da yaxşılaşdırdı və sürətli əlaqə yaratmaq imkanını bizə bəxş etdi. Beləliklə, bugünlük bu qədər. Növbəti dərs izahında görüşərik. Hər kəsə uğurlar.